Hal-hazırda bir dənə ev çəkimi təqdim edirəm. Şəxsi tikili deyirəm amma. Tabi o. Ay də davay Allah. Nə qədər istəsən maşın sat. 1, 2, 3, 4, Prius, Mirius, tank, trailer sal həyətə qoy qalsın. Hər birinizi Xırdalından salamlayıram. Şəxsi tikili 3 otaq 77.500. Mən yorumlam valla müştərilərimizi. Gələn adamlar da buna şahid ki, mən yorumlam heç kimi. Qiymət əvvəldən deyilir. Gəl bura. Hə, bu arada nəzərinizə çatdırım ki, bu evin sənədi kupçadır. Bax, geniş darvazadan içəri daxil oldun. Maşınlar saxlaya bilərsən bu hissədə. Belə də çək də qardaş, bir yerdə dayanma. Çək bunu, bax, görsən nar ağacları da var burada. Evin fasadının görünüşüdür, paket krişadır. Kombinin yeri buradadır. Yerdən kürsülüdür, cütdaş, hər tərəf cütdaşdır. Ara kəsmələrə qədər cütdaşdır. Sanuzelini tək təqdim elə, bütün aksesuarların hər biri quraşdırılıb hazırdır. Koridor hissəsinə bax. Dəhliz deyirsən, güya ki məndən səhv tuturlar. Dəhliz, koridor yox, dəhliz. Kişi mən koridor deyirəm. Mən kətçiyəm, kətçi balasıyam. Bax, bura koridor sistemidir. Burada yerləşir evin mətbəxi. Səliqəli, geniş, 4 tərəf cütdaşda. Tək tərəfi yoxdur bu evin. Bax, burada yerləşir evin bir otağı. Bütün otaqların pəncərəsi evin həyətinə doğru baxır. Həyətinə doğru açılır daha doğrusu. Burada da yerləşir, deməli, evin digər yataq otağı. Qışın divarı, dekorlar da işlənib. Əziz xanımlar və bəylər, qiymət yaxşı qiymətdir. 77.500 manata bugünkü həqiqətən yaxşı qiymətdir. Yəni, gəlin düzün danışalım. Və geniş bir zaladır bura. Zalın da pəncərəsi evin həyətinə baxır. Bu hissədən çəkdiyim qəşəng işıqları vurub, xoşum gəldi. Bu işıqlardan sınavlı evə də vurma olar. Qəşəng səliqəlidir. Bu işıqların altında durub sizə qiymət dedim. Hər birinizi bizi izlədiyiniz üçün çox sağ ol deyirəm. Təşəkkür edirəm. 100 min olanda, TikTok'da, Instagram'da özüm ölümünə tort alıb kəsib paylayacağım. Hər birinizi sağ ol deyirəm. Sağ olun inşallah, özünüzə müğayət olun. Gəlin belə evləri alın. Kupçalıdır, sənədlidir, Xırdalında Ağ Parkın yanındadır. Yanında 7 nömrəli, 8 nömrəli məktəb. Bütün yaşayış obyektlər var. Marketdir, mağazasıdır, gündəlik tədarükünüzü ala biləcəyiniz bir yerlərdə mövcuddur. Hər birinizə sağ ol deyirəm, izlədiyiniz üçün salamat qalın, özünüzə müğayət olun.